Nəhayət bayram günü gəlib çatdım. Mən də son hazırlıqlarımı görməyə başlayıram. Çuduları dondurucudan çıxartdım. Əvvəlcə sobada 10 dəqiqə bişirdim. Sonra isə duru yağda qızartdım. Aşımı da hazır etdim, dəmə qoydum. Mən aşa razana və cırə əlavə edirəm. Tam hazır olduqdan sonra üzərinə zəfəranlı suyumu da tökürəm və dəmə qoyuram. Kişmiş və ərik qurusunu əvvəlcədən yudum, qurutduqdan sonra kərə yağında qovurdum. Artıq süfrəm hazırdır. Çudularım və salatım çox dadlı alındı. Hər kəsə məsləhət görürəm. Hardasın ay Meşet Kazım. Gel gör senin cennetimi ne celalı var. Məhəbbətle yanan çırak, məhəbbətle yanan çırak, güneşten de ışıllıdır. Məhəbbətle yanan çırak, məhəbbətle yanan çırak, güneşten de ışıllıdır. Mehribanlık saadettir, mehribanlık saadettir, saadeti yaşadalım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, Eltimin hazırladığı ballı tortun dadı isə həmişə olduğu kimi çox möhtəşəm idi.